Axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Vaxt bəli, Avto FM radiosunda qaydaları pozma verilişinin də aparıcınız mən Ceyhun Həsənli. Hər axşam olduğu kimi bu axşam da hər birinizi ürəkdən salamlayıram. Bəli, bəzən belə deyək də, deyirik ki, sürücülər qaydanı pozur, amma gəlin etiraf eləyək ki, piyadalarda da bu vəziyyət az deyil. Hamımız tələsirik, avtobusa çatmaq, nə bilim işə gecikmək, ya da işə gecikməmək, telefonu bəzən telefonla belə deyək, qurcalanmaq mı deyək, telefonla lazım oldu, olmadı və də təhlükəli vəziyyətdə istifadə eləmək və bir anda buradan keçim heç nə olmaz məsələsi. Bax, bu da əsas önəmli məqamlardan biridir. Ən maraqlısı isə odur ki, işıqfor işləyir, piyada keçidi var, amma yenə də insanlar, yəni piyadalar belə deyək, qaydalara əməl etmirlər. Yeri gəldi, gəlmədi, yəni yolu, yəni piyada keçidini keçirlər. Bax, bu kimi məsələlər. Biz bugün piyadaların biganəliyindən danışacağıq. Əslində səbəblər nədir və müşahidələr ümumiyyətlə nəyi göstərir? Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla bax bu mövzu ətrafında müzakirə aparacağıq. Xoş gördük sizi Ömər bəy, xoş gəldiniz. Xoş gördük, axşamınız xeyirli olsun. Sürücülərimizi də, dinləyicilərimizi də salamlayırıq. Ömər bəy, Facebook səhifəsində piyadalarla bağlı da bir paylaşım etmisiniz. Təbii ki, işıqforların quraşdırılması, lazımi tədbirlərin görülməsi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hər zaman icra olunur. Bu təqdirə layiqdir. Və təbii ki, müşahidələr, amma bəzən də onu göstərir ki, yəqin özünüz də bunun fərqindəsiniz ki, piyadalar, yəni baxmayaraq ki, hər şey qaydasındadır, infrastruktur cəhətdən hər şey yerindədir, amma piyadalar, yəni insanlarımız yenə də qaydalara əməl eləmirlər. Yəni belə deyək, qaydalara biganə yanaşırlar. Bu nədən irəli gəlir və görüntülər, müşahidələr nəyi göstərir? Buyurun. Biz artıq bu ikinci videoda paylaşırıq və bunu mütəmadi olaraq paylaşacağıq. Yəni və elə fürsətdən istifadə edib dinləyicilərimizə, sürücülərimizə, piyadalarımıza bir xahişimiz var ki, o videoya mütləq baxsınlar. Sadəcə müşahidə kamerasının qeydə aldığı, deyək ki, təxminən 1 dəqiqəlik, 50 saniyəlik, 40 saniyəlik bir videodur. Kamera qeydə alır ki, svetoforun qırmızı işığı yanır, nəqliyyat vasitələri üçün, piyadalar üçün yaşıl işıq yanır və səliqəli şəkildə qaydalara əməl etməklə piyadalar keçiddən istifadə edirlər və yəqin ki, siz də məndən razılaşarsınız ki, həmin görüntüyə baxanda adama belə deyək, adam bir zövq alır. Bəli. Biz bu videonu niyə ictimailəşdiririk, sosial şəbəkə hesablarımızda paylaşırıq? Ona görə ki, digər piyadalara da hansı ki, svetoforun onlar üçün qırmızı işığı yananda özlərini yola atan, keçidlərin bir neçə metr reyində keçidləri, yerüstü keçidlərin altından keçən, nizamlamayan piyada keçidlərində özlərini təhlükəyə atan belə piyadalar o videolara baxıb bir örnək götürsünlər. Və biz düşünürük ki, biz bunu məqsədli şəkildə yayırıq və biz düşünürük ki, bunun da zaman keçdikcə bir nəticəsi olacaq. Necə ki, biz yol nəqliyyat hadisələrinin videolarını yayırıq, maarifləndirmə məqsədindən biz bunun nəticəsini artıq görürük. Sürücülər artıq, belə desək, aydın şəkildə görürlər ki, nasaz avtomobil qaldıqda, təhlükəsizlik tədbirləri görmədikdə qəza baş verir. Yolun hərəkət hissəsində dayanaraq sərnişin düşürmək qəzanın baş verməsinə səbəb olur. Sürücülər artıq onu da görürlər ki, təhlükəli manevrlər etmək, svetoforun qırmızı işığından keçmək, sürət həddini aşmaq, diqqətsizlik etmək nə ilə nəticələnir? Bunu real müşahidə kamerasının görüntüsü əsasında görürlər və bu da təbii ki, digər sürücülər bundan bir dərs çıxarırlar və bir nümunə olur. Ona görə də elə biz fürsətdən istifadə edib yol hərəkəti iştirakçılarına deyirik ki, xahiş edirik ki, həm Avto FM-in, həm Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paylaşdığı məlumatları izləsinlər və hər bir paylaşılan məlumat onlar üçün belə desək bir nəticədir
bir Faydadır. həyatdan, Bəli. daha doğrusu bir qəzadan xilas Xilas olmaq olmaq olur. üçün, bəli. Çox gözəldir. Əlbəttə ki, belə mən də açığı deyim izlədim. Bu Nərimanov rayonu Təbriz küçəsi Ağa Nemətullah küçəsinin kəsişməsi istiqamətinə aiddir və gözəl bir görüntüdür. Hərdən mənə elə gəlir ki, piyadalar ən çox, yəni öz müşahidələrimə görə deyirəm, daha çox kütlə adam çox olur ki, hansı ki piyada. Onda daha çox qaydaları pozurlar, yəni piyada kimi. Tək olanda əməl eləyirlər. Mən dəfələrlə bilmirəm, yəni bəlkə də mənim gördüyüm qədərilə deyirəm də. Yəni ola bilər ki, bəlkə də deyəcəklər ki, bəzi dinləyicilər, bəlkə siz də deyəcəksiniz ki, yox, bəzən tək də piyada olur ki, qaydalara əməl eləmir. Amma bəzən görürəm ki, kütlə çox olanda elə bir sanki əşi mən gedim prinsipi var. Əşi nə olacaq ki? Və yaxud da ki, bir də görsə o saniyə məsələləri var da ki, qaça-qaça keçir. Hansı ki, həmin anda bir saniyənin içində hansısa bir təhlükəli bir vəziyyət yaranır. Sürücü və piyada qarşı durması belə deyək də yaranır. Mənim müşahidələrim bunu göstərir. Amma bilmirəm indi Ömər bəy siz nə deyəcəksiniz? Yəni sanki piyada keçidini keçən insanlar, yəni piyadalar çox olanda sanki elə bir insanlarda bir yoluxma məsələsi də var da. Biri səhv edirsə elə bir ki, bu doğrudur və o onun ardınca gedir kimi görünür. Baxın, mən indi sizlə danışa təxminən bir dəqiqə bundan əvvəl Heydər Əliyev prospektində açıq-aydın müşahidə eləyirik. Biz də görürük burada. Və pəncərədən görürük və Heydər Əliyev prospektində yolu keçən piyada gördüm. Yəni özü 2 piyada idi, gənclər idi və təsəvvür edin ki, onun hazırda şansı gətirdi. Yəni Heydər Əliyev prospektində, aeroport yolunda hərəkətin belə təsadüfi hallarda ola bilər ki, deməli yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurmaz. Yəni indi hazırda onu gördüm və belə hallar az olsa da var. O ki qaldı piyadalarla bağlı ümumi məsələyə dediyimiz kimi təbii ki, biz mütəmadi olaraq piyadalara müraciət edirik, sürücülərə müraciət edirik, piyada vurulma hadisələrinin qarşısının alınması ilə bağlı. Amma yenə hazırda da müəyyən yollar var ki, orada piyadalar elə birbaşa keçidin 1 metrliyində, 2 metrliyində yolun hərəkət hissəsindən başından o başına keçirlər. Ən təhlükəli məqam ondan ibarət. Yəni konkret olaraq məsələn 8 noyabr prospektinin müxtəlif hissələrində baxmayaraq ki, orada keçidlərin sayı artırıldı, təhlükəli nöqtələr müəyyənləşdirildi, orada piyada zolaqları, əlavə piyada zolaqları çəkildi, nizamlanan piyada keçidləri təşkil olundu, yerüstü piyada keçidləri var, amma siz elə bu dəqiqə belə ora getsəniz, baxacaqsınız ki, yenə də keçidlərin bir neçə metrliyində yerüstü piyada keçidinin altında deməli piyadalar yolun hərəkət hissəsindən keçirlər və elə yeri gəlmişkən təxminən bir 2-3 gün bundan əvvəl səhv eləmirəmsə deyəsən həftə sonu idi, bazar günü idi. Axşam saatlarında 8 noyabr prospektində svetoforun onun üçün yanan qırmızı işığında, yəni nəqliyyat vasitələri üçün yaşıl işıq idi. Onun üçün qırmızı işıq yanır və piyada keçidindən keçdiyi yerdə yük maşını onu vurmuşdu. Deməli, piyada hadisə yerində də öldü. Belə hallar var və piyadalarımız bir məsələni bir dəqiq bilməlidirlər ki, yəni qəti olaraq bilməlidirlər ki, və ona arxayın olmamalıdırlar ki, nəqliyyat vasitəsinin sürücüsü onu vurmayacaq. Yəni hətta elə piyadalar var ki, avtomobillər yolun sol hissəsindən gəlir, onlar sağa baxa-baxa yolu keçirlər. Elə piyadalar var ki, baxmayaraq ki, bir neçə piyada, siz dediniz bayaq toplu şəkildə, bir neçə piyada dayanıb svetoforun onlar üçün yaşıl işığın yanmağını gözləyir. Bu birbaşa deməli, bax özü də aydın görür ki, onunla, onun keçidi ilə nəqliyyat vasitəsinin keçidi uyğun gəlmir. Yəni sən də keçirsən, avtomobil də keçir. Yəni səni vura bilər. Yenə buna baxmayaraq belə kobud formada deməyim, özünü sanki bir onlardan ağıllı hesab edərək deməli özün atır keçidə və təəssüflər olsun ki, belə hallar da var ki, qəzalar baş verir, piyada vurulur. Digər bir məsələ nizamlanmayan piyada keçidlərindən. Nizamlanmayan piyada keçidində baxırıq ki,
onunla keçid arasında məsafə təxminən 2 metrdir. Heç yolun avtomobillər gələn hissəsinə baxmır, qaça-qaça yolu keçir. Və yaxud da ki, ən təhlükəli məqam baxırıq ki, kameralar vasitəsilə nəqliyyat vasitələri svetoforun qırmızı işığında dayanıblar. Avtomobillərin qarşısında piyada keçidi, nizamlanan piyada keçidi. Piyada keçidi qoyub avtomobillərin arxa hissəsindən qaçaraq yolu keçməyə çalışır və deməli azyaşlı valideynin gözü qarşısında azyaşlını bu belə halda avtomobil vurdu. Ümumiyyətlə piyadalarımız maksimum diqqətli olmalıdırlar yollarda. Yəni diqqətli olmadıqda adi biz hər zaman sürücülərə müraciət edirik ki, yollarda diqqətli olsunlar. Yəni bir saniyə belə diqqətin yayılması qəzanın baş verməsi deməkdir. Bu qayda həmçinin piyadalara da aiddir. Ən vacibi olan piyadalar keçidlərdən nizamlanmayan piyada keçidlərindən keçəndə belə sürücülərin onlara tam yol verdiklərinə əmin olduqdan sonra keçməlidirlər. Yəni mən keçid mənimdir, mən keçim prinsipini, o düşüncəni qırağa qoymaq lazımdır. Çünki diqqətsiz sürücülər var və gəlir keçidin üzərində də vurur. Baxmayaraq ki, piyada qaydalara əməl edir. Ona görə də dayanırıq, avtomobil gəlir, baxmayaraq ki, yol bizimdir, yaşıl bizim üçün yanır. Ola bilər sürücüdür, sürətlə gələr, svetofora fikir verməz, qırmızı işıqdan keçər, vurar piyadanı. Ona görə idarə etməni itirər də belə deyə sürücü olaraq. Biz yollarda sürücülərə arxayın olmalı deyilik piyada qismində. Biz özümüzə arxayın olmalıyıq, biz maksimum diqqətli olmalıyıq. Biz keçiddən keçəndə sürücünün, baxırıq ki, sürəti azaltdı, sürət həddinə fikir verməli, sürəti azaltdı, dayandı, artıq mən keçməliyəm. Yəni bunlar olmadığı təqdirdə təbii ki, piyada vurulma nəticələnən qəzalar baş verəcək. Amma bizim də istəyimiz ondan ibarətdir ki, bu qəzalar ümumiyyətlə baş verməsin. Bəli, hörmətli dinləyicilər, siz də fikirlərinizi bizə yazaraq bildirə bilərsiniz də, təbii ki, səs göndərərək piyada məsuliyyətsizliyindən, biz biganəliyindən danışırıq. 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Buyurun, yazın, fikirlərinizi gözləyirik. Bəli, qaydaları pozma efirdədir. Bir daha axşamınız xeyir olsun, hörmətli dinləyicilər və sürücülər. Bugün piyadalarla bağlı mövzu müzakirə aparırıq. Piyadalar nə dərəcədə qaydalara əməl edirlər və bəzi piyadalarımız niyə görə hələ də qaydalara biganə yanaşır, yəni məsuliyyətsiz yanaşır. 055 455 1077 nömrəsinə fikirlərinizi yazıb göndərə bilərsiniz və təbii ki, bir daha xatırladım, qonağımız Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovdur. Keçid alaq dinləyicilərin fikirlərinə. İsmail bəy səsli mesaj göndərib, buyursun. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Ömər bəyə də salamlayıram. Bu piyadalarla bağlı nə demək istəyirəm? Misal, özüm yaşadığım ərazini çəkmək istəyirəm. Deməli, Sazır qəsəbəsi Əlağa Vahid küçəsi, orada yetəri qədər keçid var, zebra və dövlət tərəfindən bu nişanlar, tablolar qoyulub, hansı ki, piyadalar üçün. Və sürücülər, misal üçün, piyada zolağına, zebraya 2-3 addım az qalmış, piyadalar hardan gəldi, yolu keçir. Və mən dəfələrlə sürücülərə irad bildirmişəm ki, yəni yol verməyin. Siz yol verirsiniz, arxadan tıxac gəlir, yəni tıxac olur, arxadan avtomobillər gəlir, dayanır. Hətta bu svetoforun kəsişməsində də belə olur. Çünki 2 addım sonra siz yol verməyin, o 2 addım geçsin irəlidən, zəhmət olmasa oradan keçsin. Və bir şeydə nəzərə almaq istəyirəm ki, deməli, piyadalara və yol verməyən sürücülər də var. Yəni, hər iki, həm piyadalarda, həm sürücülərdə qayda pozuntuları var. Misal üçün, mən dəfələrlə zebrada saxlayaraq piyadaya yol verdikdə güzgüdən baxmışam ki, arxadan avtomobil gəlir və mən onu görürəm ki, hiss edirəm ki, bu avtomobil dayanmayacaq. Və elə olub ki, pəncərədən əlimi çıxarıb, əlimlə yavaşla deyə işarə etmişəm. Yəni, eləsi var, mənim önümlə keçən piyada sağdan, məsəl üçün, avtomobil gəldiyi kimi keçib gedənlər də var.
Yəni bu belə deyim, həm piyadaların, həm belə sürücülərin sual olaraq belə verərdim ki, yəni bunların psixologiyasında mı bu problem var, ya bunların dünya görüşündəmi, ya da ki bu qayda, qanunları qavramama mı problemi var? Yəni bunları mənə maraqlıdır. Yəni bu insanlar belə edərkən nə düşünürlər? Yəni özlərini mi düşünmürlər, digərlərini mi düşünmürlər, ya evə gedib necə deyim, sağ çatmaq mı istəmirlər? Bu indi bir yaxınlarda Heydərli prospektinə irəliləyərkən səhv eləmirəm, orada aeroport yolunda bir piyada ölümü ilə nəticələnən bir hadisə gördüm. Burada polislərimiz də var idi. Üstü örtülü görmədim. Orada insan idi, yəqin ki, piyada vurulmuşdu. Üstü örtülü idi və tıxac var idi. Yəni bunların hamısı nəzərə alınmalıdır. Həm piyadalar, həm sürücülər. Təşəkkür. Biz də təşəkkür edirik İsmail bəy. Çox sağ olun. Maraqlı əslində məqamlara toxundu. Bu geniş əslində məlumat xarakterli oldu həm də. Amma indi İsmail bəyin dediyi kimi təxminən bir saat falan bundan əvvəl aeroport şosesində sürücünün sükan arxasında ölümü qeydə alındı. Sükan arxasında ölmüşdü. Təsəvvür edin ki, biz indi onunla bağlı məlumat yayacaq. Təsəvvür edin ki, o cənazə oradan götürülənə kimi orada o yolda sıxlıq davam elədi. Sıxlığın səbəbi nə olsa yaxşıdır. Hər iki istiqamət üzrə avtomobillərin sürəti azaldıb həmin yerə baxması. Yəni baxın, kamera ilə hər iki istiqamət üzrə baxdım. Həm əks, həm Koroğlu metro stansiyası istiqamətində. Ora kimi, yəni cənazənin olduğu hissəyə kimi sıxlıq ondan sonra hərəkət sürəti artır. Yəni başa düşürəm, diqqəti cəlb edir. Nə baş verib deyə, bəli. Nə baş verir deyənə baxılır. Amma o boyda nəqliyyat intensivliyi olan bir yolda sırf sürücülərin hadisə yerinə baxması səbəbindən ciddi bir sıxlıq yaranmışdı. Digər bir məsələ, deməli dinləyicimizin dediyi kimi ən təhlükəli vəziyyətlərdən biridir. Baxırıq ki, piyada keçidinin yaxınlığında piyada yolun hərəkət hissəsindən bir başından o bir başına keçir. Təbii ki, qarşıdakı sürücü onu vurmamaq üçün və yaxud da ki, humanistliyindən hərəkət sürətini azaldır, qəza dayanma siqnalını bəziləri var yandırır, bəziləri var yandırmır. Həmin piyadaya yol verirlər. Baxın, istəyirəm dinləyicilərimizin də bir təsəvvüründə formalaşsın. Deyək ki, orta zolaqda, sağ zolaqda dayanıb nəqliyyat vasitələri həmin piyadaya yol verirlər. Təbii ki, piyada həyatın təhlükəyə atır. Sürücüləri təhlükəyə atır. Yolda hərəkətə mane olur. Deməli, iki nəqliyyat vasitəsi, sağ və orta zolaqda olan nəqliyyat vasitəsi dayanır, piyadaya yol verir. Sol zolaqda gələn nəqliyyat vasitəsinin sürücüsünün niyə bu avtomobillər yolun hərəkət hissəsində orta zolaqda, sağ zolaqda dayanıb sualım vermir, düşünmür və gəldiyi sürətlə daxı piyada keçir, iki zolağı keçib, sol zolağı keçəndə onu vurur. Dəfələrlə belə piyada vurulma hadisələri olub. Sonuncu qəzada da yəni yayılan görüntülərdə də gördünüz. Uşağı deməli səkidə dayanan məktəblinin o nişan düşdü başına, deməli ağır xəsarət aldı. Yəni orada polisin fədakarlığı olmasaydı bəlkə də daha faciəvi bir şey olardı. Yəni anındaca polis onu avtomobilinə qoydu, apardı xəstəxanaya. O hadisə necə baş verdi? Yəni orta hissədə nəqliyyat vasitəsi keçir, iki dənə avtomobil dayanır, ona yol verirlər, amma üçüncü soldan gələn avtomobil onu görmür və sürətlə də hərəkət edir. Deyək ki, normal sürətlə hərəkət edir, amma diqqət burada önəmlidir. Yəni bu baxımdan xüsusilə də piyada keçidlərinin yaxınlığında piyada özünü yolun hərəkət hissəsinə atırsa, təbii ki, həmin piyadalar
baxa-baxa keçirik ki, avtomobillər mənə yol versin. Gözləmə mövqeyində qalır ki, sürücülər ona yol versin. Bu zaman sürücülərin dayanıb onlara, həmin piyadaya yol verməyi digər sürücülər üçün qəza şəraiti yaratmaq deməkdir. Ona görə də mən də bir sürücü olaraq piyada keçidlərində əvvəlcə piyada keçidlərinin olduğunu bildirən nişana biz diqqət yetirməliyik. Piyada keçidlərində piyadalara yol verməliyik. Nizamlanan piyada keçidlərində piyadalar sürücüləri gözləməlidirlər. Piyadaların ən çox narazı qaldığı məsələdir bu. İkincisi, yolun hərəkət hissəsindən piyada keçidinin yaxınlığında keçən piyadaya yol verməyin. Mən də vermirəm. Qoy o bilsin ki, onun üçün təhlükəli bir vəziyyət yaranıb, məcbur olub geri qayıdıb, deməli keçiddən keçsin. Baxın, burada biz bu qədər maarifləndirmə işləri aparırıq. Yol polisi tərəfindən piyadalar, qayda pozan piyadalar saxlanılır, onlara qaydalar izah olunur, barələrində humanistlik göstərilir, cərimə tətbiq edilmir. Bu kütləvi informasiya vasitələrində geniş yayılır. Piyada vurulma hadisələrinin, piyadaların qaydalara əməl etməməsi səbəbindən baş verən qəzaların real videolarını yayırıq. Mətbəxin, belə deyək, için açıb göstəririk ki, bu piyadalar bir şeyi diqqətə alsınlar, bir şeyi məsuliyyətlə yanaşsınlar ki, onların bu dediyimiz qayda pozuntularına yol verməsi səbəbindən həyatdan köçürlər. Kimisi atasız qalır, kimisi anasız qalır, kimisi övladsız qalır və burada təəssüf edəcək məqam da ondan ibarətdir ki, valideynlər azyaşlı övladları ilə birlikdə bu qaydaları pozurlar. Yəni uşaq bilmir. Məktəbliyə valideyn, bəzi valideynlər var, ümumiyyətlə izah eləmirlər bu qaydaları və nəticə etibarilə də ağır faciələr baş verir. Uşaq da elə bilir ki, əgər valideyn eləyirsə, deyək ki, valideyn ən yaxın nümunədir də, yəni uşaqlar üçün baxır və fikirləşir ki, yəqin atam və ya da anam bunu eləyirsə, deməli elə bu doğrudur da, belə fikirləşir. Hörmətli dinləyicilər, piyadalarla bağlı mövzu müzakirəsi aparırıq. WhatsApp nömrəmizə fikirlərinizi yazıb göndərə bilərsiniz. İndi mən keçid alıram yollara, mütləq sizin təbii ki, səsli və yazılı mesajlarınızı səsləndirəcəm. Və yenidən WhatsApp nömrəmizi sizin üçün xatırladım. WhatsApp 055 455 10 77. Şamınız xeyir olsun, hörmətli dinləyicilər. Piyadalar niyə məsuliyyətsizdir bəzən, niyə biganə yanaşır qaydalara? 055 455 10 77-yə hələ ki yaza bilərsiniz və növbəti səsli mesajımızı dinləyək. Bu dəfə Elmar bəy göndərib səsi. Buyursun. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Buyurun. Qonaqda Ömər bəy. Bilirsiniz, yol burada iki bu bağlıdır da. Həm piyadanın da günah var, amma infrastruktur da düzdür. Misal üçün, piyada keçidlərin yanında kollar əkilib. Məsələn, Əhməd Rəcəbli küçəsində var, İzmir küçəsində var. Sürücü gələndə bir də gör ki, kolun arxasından piyada gəlir. Ya da misal üçün, çox yerdə hələ bir tərslikdəndir. Piyada keçidi qaranlıq yerə düşür. Yəni, hər yer işıqlıdır, piyada keçidi yanı qaranlıqdır, bir gözün kölgələr gəlib. O da təhlükə yaradır. Amma piyadalarda da vardı, az deyil. Mən 90-cı ildən maşın sürürəm, o qədər görmüşəm ki, maşının altına da tullanır, qırmızıda da keçir, yola baxmır. 15 dəqiqə bundan qabaq elə piyada keçində kapşonlu bir cavan oğlan gəldi, telefonla danışır, yolun ortasında dayandı, görmür nə sağdır, nə solu. Fikri girib telefona. Yəni, belə hallar da olur. Ona görə mən hesab edirəm ki, çox yaxşı olardı ki, qanunvericilikdə dəyişiklik olsun, yəni ciddi və piyada səhvindən yaranan qəza olanda piyada da məsuliyyətə cəlb olunsun, tam məsuliyyətlə. Həmişə ümumiyyətlə Ömər bəy piyadalarla bağlı mövzu müzakirə olunanda, bax bu sonda Elmar bəy ki dedi, bunu dəfələrlə dinləyicilərimiz də təklif edirlər ya da səsləndirirlər və cərimələr məsələsi də hər zaman yəni gündəmdə olur. Niyə görə piyadalar qaydaları pozanda onların cəriməsi, yəni sürücülərə nisbətdə kifayət qədər azdır kimi məsələlər. Düzdür, bununla bağlı təbii ki bizim hər hansı bir şərhimiz olmayacaq. Çünki lazım olan qurumlar bu barədə təbii ki tədbirli olmalıdır. Amma bəziləri isə buna etiraz edirlər. Bu kimi məsələlər
Ümumiyyətlə, yəni piyadalarla bağlı həmişə bu iki fikirlər həmişə səslənir. O ki qaldı, mən də bilirəm ki, siz dedi, infrastruktur cəhətdən mən razıyam. Bəli, belə piyada keçidləri var, amma burada piyadaların biz məsuliyyət, ona daha çox fokuslanmışıq da. Yəni çünki nəticə etibarilə Elmar bəy də özdə qeyd elədi ki, o piyadaların özünün də bəli səhvləri var. Biz elə həmin o edilən səhvlərdən daha çox bax bu gün danışırıq. 8765 nömrəli abunəçi yazır ki, telefonla danışaraq, qulaqlıqla musiqi dinləyərək və qaça-qaça yolu keçmək bu artıq məsuliyyətsizliyin ən üst həddidir yazıb göndərib. Arif bəy isə deyir, salam Ceyhun bəy, aleyküm salam. Bəzən görürəm ki, piyada telefona baxa-baxa birdən yolun ortasına çıxır. Sürücü neynəsin axı? Sonra da yenə günah sürücüdə qalır. Çox güman ki, özü də elə Arif bəyin sürücüdür. Sürücü kimi, yəni piyadalardan şikayətləndi. Son olaraq nə demək istəyir? Bəli. Bu yəni həqiqətən çox belə bilmirsən, fərqli fikirlər gəlir. Buyurun. müəyyən problemlər var. Təbii ki, müəyyən problemlər var. Bəzi yollar var ki, məsələn, yeni çəkilən Pirşağı, Böyükşor Pirşağı yolu var. Aylardır orada yolun bir hissəsi işıqlıdır, bir hissəsi işıqlar işləmir. Novxanı yolunun müəyyən bir hissəsi var, işıqlar işləmir. Hövsana daxil olanda sosial mida evlərinin deməli Hövsanın giriş hissəsinə kimi, yəni Qəsəbiyyə kimi olan yol var. Bəzi hallarda işıqlar işləyir, bəzi yerlərdə işləmir və üstəgəl də piyada zolaqları var o yolda. Və təbii ki, bütün bunlar sürücülər üçün, piyadalar üçün təhlükə yaradır. Bəli. Amma istənilən halda məsələn sürət 90-dırsa, 60-dırsa, belə halda baxırıq ki, tutaq ki, bir problem var yolda, maksimum öz təhlükəsizliyimizi qorumalıyıq. Yəni 90-dır, qaranlıqdır, 110 sürətlə, 90 sürətlə hərəkət etməmək tövsiyə olunur. Yəni hər an, yəni deyək ki, Böyükşor yolu, Böyükşor Pirşağı yolu 90 km/saatdır sürətdə yol və qaranlıq yoldur. Təbii ki, piyada təsadüfi hallarda keçə bilər oradan, amma istənilən halda hər hansı bir it və yaxud da ki, bir heyvan qaçar, idarə etməni itirib qəza deməli keçirə bilərik. Ona görə də mən sürücülərimizi çox gözəl başa düşürəm. Biz də yollardayıq, vəziyyət bizə də bəllidir. Amma istənilən halda piyadalar qaydalara əməl etsələr, biz ona görə daha çox piyadaların üzərində dayanırıq ki, piyada qaydaya əməl edib keçiddən qaydalara uyğun şəkildə keçir, sürücülər bu qədər əziyyət çəkməz. Hətta bəzən də olur ki, elə qaranlıq keçidlər ola bilər ki, orada yəni burada piyadanın da özünə qarşı olan bir məsuliyyəti var da. Yəni elə necə deyək ki, hər şey qaydasında deyil, amma bəs sənin özünü qorumalısan. Deyək ki, telefonun ən azından işığı var və telefonun işığın bu kimi hallar da biraz təhlükədən bizi. Ən gözəl variant ümumiyyətlə yola çıxanda birincisi düşünmək ki, biz filan istiqamətdə gedirik, yolu keçəcəyik, keçməyəcəyik. İkincisi də ki, yəni müşahidələr ona deməyə əsas verir ki, 80-90% hallarda qara paltarda, qaranlıq vaxtı qara paltarda görünməz olur. Bəli. Yəni ən gözəl yol telefonun işığını yandırıb bir xəbər və yaxud işıq qaytarıcı elementlərin əks olunduğu paltarlardan istifadə eləmək. Çünki bu birinci növbədə özlərinin təhlükəsizliyi üçün. Son olaraq Emin bəyin də səsli mesajını dinləyək. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Salamlayıram. Çox sağ olun, buyurun. Qardaş düzgün vurğuladı, incə məndən qabaq. Düz dedi. Yəni burada piyadaların da cəriməsini artırmaq olar. Ki, yəni ki, onlar da hansısa bir məsuliyyət daşısınlar. İnandırım, mən də görürsünüz də olub, xarici dövlətlərdən olub, tələbələrim olub. Onlar deyir ki, orada deyir, piyada düzgün yolu keçməyəndə güclü bir cərimə ödəyir. Mən onu deyəndə çox görsən ki, olur da ətraf mühit görsən deyir ki, burada cəmaatın deyir maaşı o qədər deyil. Belə deyim də, yəni mən onlara cavabım oldu ki, sənə kim deyir ki, yolu sən düzgün keçmə ki, o boyda pul ödə. Yəni ki, düzgün yolu keç, cəriməni də ödəmə. Yəni mən
Düzü deyə fikrim budur. Yəni ki, düzgün keçməyəndən sonra cəriməni niyə ödürsən ki? Düzgün yolu keç, cəriməni də ödəmə. Onun maaşına nə dəxli var ki? Bu istəyirsən lap 200-300 manat maaş alsın. Yəni onun heç bir şeyə dəxli yoxdur. Mən belə hesab edirəm. Yəni ki, düzgün nəinki maşınlarda, yəni ki, sürücülər də ehtiyatlı olmalıdırlar, məsuliyyətli olmalıdırlar. Necə ki, maşınlara cərimə yazılır, elə də piyadalara da cərimə yazılmalıdır. Dilsuz, Çox sağ olun, dinlədiyiniz. təşəkkür edirəm. Növbəti mesajı dinləyək. Salam, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Bayaq bir qardaş yaxşı vurğuladı ki, piyada keçidləri işıqlandırılsın, həqiqətən də işıqlandırılmağı məsləhətdir. Çünki qara geyimdən istifadə olunduğuna görə çox insanlar da ondan elə istifadə edir. Qəti görmək olmur. Biraz da çiskinli, yağışlı havada heç görmək olmur. Bir də bizdəki ən böyük problem egoistlikdir, ancaq mən. Svetoforda qabaqdakı tərpənmir, cəld hərəkət eləmir. Yəni özü keçəcəyini bilir, arkadaşını düşünmür. Piyada özü piyada keçidindən keçəndə maşını yəni qalıb təzədən nəsə 1 dəqiqə, nə bilim 40 saniyə qırmızıda gözləyəcəyini düşünmür. Ancaq mən düşüncəsi o bizdə problem yaradır. Bəli. Bu da ən çox deyilən məsələlərdəndir. Dilsuz bəy, təşəkkürümüzü bildiririk. Mövzuya münasibət bildirdiyinizə görə və digər dinləyicilərimizə də təşəkkürlər. Bəli, bax bu məsələ də var. Ego məsələsi, hansı ki biz də dəfələrlə bu barədə danışmışıq. Mən sizə təşəkkür edirəm Ömər bəy. Çox sağ olun ki, gəldiniz. Maraqlı bir mövzu. Bizim işimiz nədir? Bizim əsas qayəmiz odur ki, yəni Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həm də Avto FM radiosu hər zaman birlikdə biz çalışırıq ki, dinləyicilərimizi, sürücüləri, piyadaları məlumatlandıraq, informasiyanı ötürək, həm yazılı şəkildə, həm video müraciət şəklində ki, həm də təbii ki, pozitiv tərəfdən də hansı ki, bugün dünən paylaşmışız bu piyadalarla bağlı, mənim də diqqətimi çəkdi. Nə gözəl ki, bax, belə qaydalara əməl edən nə qədər ki, piyadalarımız var, bir o qədər də təbii ki, təhlükələr olmayacaq və nə təhlükəli piyada, nə də ki, təhlükə yaradan piyada və sürücü olmayacaq. Təşəkkür edirəm bir daha. Xatırladıram ki, qonağımız Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov idi.